Salam dəyərli izləyicilər. Bu günləri sizə mən deməli yeni 2025 çıxmış qəbul imtahanına aid, daha doğrusu ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun 20 sınaq variantından 5-ci sınağı mövzu hidrosfer qurusularının izahını verməyə çalışacağım. Deməli, birinci suala nəzər yetirək vaxt itirmədən ümumiyyətlə testlər edərkən ilk öncə onun şərtini diqqətlə oxuyacağıq. Sonra isə variantlar əgər bu şəkildəsə çıxdaş üsulundan istifadə etməklə daha tez məqsədimizə çata bilərik. Baxırıq birinci suala. Birinci sualda Dunay və Reyn çayları üçün oxşar xüsusiyyətləri müəyyən edin deyil. Hər ikisinə oxşar olan xüsusiyyətlər. Dunay çayı bilirəm ki, töküldüyü yer Qaradənizdir. Bunu qeyd edək. Qaradəniz. Reyn çayı isə şimal dənizinə töküləcək. Baxaq, hər ikisini oxşar olmalıdır. Mənsəbi daxili dənizdə yerləşir. Deməli, Qaradənizdə bəli, Dunay yerləşir, amma Reyn isə şimal dənizdə daxili dəniz sayılır. Ona görə bir olan harada varsa biz həmin variantlardan imtina edirik. İkiyə baxaq, Atlantik okyanusu toplayıcı hövzəsində yerləşir. Bəli, həm qara, həm də şimal Atlantik okyanına aiddir. İki olanlara nəzər yetiririk. Sonra mənsəbi Qaradənizidir. Bəli, birində Qaradənizdir, amma birində şimal dəniz. Ona görə 3 olan variantları silmişik. 4. Mənsəbi mülayim dəniz iqlim tipində yerləşir. Deməli, dördlər mülayim dəniz iqlim tipində yerləşmir. Məsələn, Reynin özü mülayimin dənizində yerləşir, amma Dunay isə mülayimin dənizinə düşmür. Ona görə harada 4 varsa çıxır, doğruca Y variantı qalır. 6-ya nəzər yetirək, Almaniyanın ərazisindən axır. Bəli, hər ikisi Almaniyanın ərazisindən axır və bir neçə ölkənin ərazisindən axır. Doğru cavab 2, 5 və 6. İkinci suala baxırıq. İkinci sualda bizə cədvəl verir. Yenə testin deməli şərtinə diqqətlə baxacağıq. Bizə deyir ki, cədvələ isə göllərə aid olan əlamətləri istəyir. Baxaq, gölün adı Qardadır. Qarda İtaliyada yerləşir. Səciyyəvi əlaməti aid olduğu ölkə subtropik iqlim qurşağında yerləşir. Əlbəttə ki, çünki subtropikin aralığında yerləşir. Qışı rütubətli olacaq. Bir olan variantlara baxacağıq. 2-yə baxaq, Balxaş. İli çayının mənbəyidir. Balxaş İli çayının mənbəyi yox, mənsəbidir. Ona görə 2 harda varsa biz 2-lərdən imtina edirik. Sonra keçdik 3-cüyə baxaq. Viktoriya platformanın əyilmə sahəsində yerləşir. Bəli, platformanın əyilməsində yerləşir. Afrika materikindədir. Özdə həm sahəsi böyük olacaq, həm də dayaz olacaq. Deməli, mənim cavabım 1-3 olan A ilə D-nin arasında qalmışıq. 4-ə baxaq. Artıq 4-ə baxmaya ehtiyac yoxdur. 5-dən 6-ya baxırıq. Böyük duzlu Çaydərə mənşəli göldür. Xeyr, Çaydərə mənşəli göl deyil. Ona görə 5 olanları da silirik. Sonra Balaton 2 yarımkürədə yerləşir. Balaton gölü Macaristanda, Avropanın şərqində, bəli, həm şimal, həm də şərq yarımkürəsində yerləşir. Ona görə mənim doğru cavabım olacaq A variantı. Üçüncü suala baxırıq. Uyğunluq gözlənilmişdir deyil. Yəni, mən doğru olanı götürəcəm buradan. Yenə cədvəldir. Kolorado çayı dəniz və ya körfəz töküldüyü yer deyil. Kolorado Kolumbiyaya tökülür, doğrudur. Kolumbiyada Sakit okeana aiddir. Deməli, bir doğrudur. Mənə də doğrular lazımdır. Sonra biz 2-yə baxaq. Saloin, Cənubi Çin və Sakit okean. Xeyr, Saloin deməli Andaman dənizinə tökülür. Andaman dənizi də Hind okeanına aiddir. Ona görə 2 olan səhvdir. Biz varianta da nəzər edirik. 1-i götürmüşüksə, deməli D ilə S-nin arasına qalırıq. Artıq 2 doğru gəlmirsə, doğru cavabımız 1, 4, 6-dır. 4-ə nəzər yetirək. Yukon, Bering və Sakit okean. Bəli, Bering dənizinə tökülür. Yukon çayı Şimali Amerikada yerləşir. Sakit okeana məxsusdur Beringdir və bayaq qeyd etdiyim kimi İravadi, Andaman dənizi və Hind okeanına aiddir. 4-cü suala baxaq. 4-cü suala. Çayların 2 okyanusu toplayıcı hövzəsində yerləşir yarımadalar. Bir-bir biz buradan çıxdaş üsulundan istifadə edib daha rahat tapa bilərik. Əsasən belə testlərdə baxırıq ki, yarımada neçə okeana çıxışı var. Məsələn, Arnavut yarımadası Avstraliyadadır. Bir okeana çıxışı var, Hind okeanı. Ona görə olmaz. Sonra B variantında elə doğru cavabımız B variantı. Niyə? Skandinaviyanın 2 okeana çıxışı var. Həm şimal buzlu okean, həm Atlantik okean. Kiçik Asiya, yəni Türkiyə nəzərdə tutulur. 2 okeana çıxışı var burada olan çaylar. Məsələn, Kiçik Asiya deyəndə biz Türkiyənin Qızılırmaq, Yaşılırmaq çayları Qaradənizə tökülür. Bu oldu Atlantik okean. Bir doğrudan axan Dəzlə-Fəras çayları var. Qırmızı dənizə, yəni Hind okeanı. Daha doğrusu Hind okeanı aiddir. İran körfəzinə tökülür. Bu da Hind okeanı. 2 körfəz. Cape York da Avstraliyadadır. 2 okean suyu ilə yuyulduğu üçün doğruca B variantı. Baxın, məsələn, çıxdaş üsulu dedikdə, burada Pöneyə çıxa bilərik. Ancaq Atlantik okeanına aiddir. Koreya ancaq Sakit okeanına aiddir. Burada da, məsələ, Apennin özü də ancaq Atlantik okeanına aiddir. Doğruca B variantı olacaq. 5-də Eyler-Venn diaqramına uyğun bədəni müəyyən edilir. Bizə verir Volqa çayını, bir də Dunay çayını. Dunay çayı Qaradənizə tökülür. Bunu yazaq. Qaradənizə tökülür. Volqa çayı da bilirik ki, Xəzərə tökülür. Rusiyanın ərazisindən. Dunay bir neçə ölkənin ərazisindən keçir. Volqa isə Rusiyanın ərazisindən keçir. Yerləşdirək. Yerləşdiyi qitənin ən uzun çayıdır. Bu olacaq Volqa. 1-ə verdik, 1-i.
Sonra Mənsəvinin yerləşdiyi su hövzəsi qədim Tetis okeanının qalığıdır. Hər ikisi qədim qaradır, deməli Xəzərdə hər ikisi Tetisin qalığıdır. Deməli 2 ilə 3-ə verdim 2-ni. 3-ə vermişəm 2-ni, 1-ə də vermişəm 1-i. Sonra 3 okeandan gələn gəlir yalnız kanallar vasitəsilə qəbul edilir. Məsələn, Volqa-Don kanalı vasitəsilə bəli Volqa çayına verə bilir. 1-ə verdi 3-ü, 1, 3. Artıq variantların çoxunda bu var. Ona görə davam etməliyik. Stoplayıcı hövzəsində cavan dağlar mövcuddur. Volqa çayı Valda yüksəkliyindən başlayır. Ona görə burada cavan dağlar vermirik. Dunay çayını veririk. Çünki Avropanın Karpatlı, Ant dağları, Alp dağlarından cavan dağlar hesab olunur. Ona görə mən deməli 2-yə verirəm 4-ü. Uzunluğu Yansız çayının uzunluğundan qısadır. Hər ikisi qısadır. Ona görə 3-ə verirəm 2 ilə 5. 3'e 2 ile 5 olan, 3'e 2 ile 5 olan Y variantı daha uygun gelir. Y variantı. Çünkü biz 1'e 1 ile 3'ü vermişik. Doğru cevabımız Y variantı olacak. Vaxt itirmədən biz keçirik 6-cı suala. 6-cı sual məsələdir. Çay şəbəkəsinin orta sıxlığı verib bu qədərdir. Hövzənin sayısı bu qədərdir. Demək, çayların uzunluğunu istəyir. Bu əsasən bu tip məsələlər düsturdan istifadə edir. Sıxlıq düsturunu veririk. Çayların sıxlıq düsturu budur ki, çayların qollarının uzunluğu bölünür hövzənin sahəsinə. Yerinə qoyaq yazaq. Sıxlığı verib 0.8 bərabərdir. Uzunluğum x-dir, bilmirəm. 2200-də olacaq mənim hövzəmin sayəsi. Bunlar tənasüb kimi riyaziyyatçılar daha yaxşı bilir. Tənasübə verəndə 0.8 2200-ə deməli vuranda doğru cavab eləyəcək. A variantı 1760 kilometr. Deməli 7-ci suala nəzər yetirək. Doğru ifadəni müəyyən edin. Yenə də şərtə diqqətli olun. Doğrunu istəyir bizdə. Şimali Amerika materikinin çayları 3 okeanın stoplayıcı hövzəsində yerləşir. Bəli, düz deyil. Xüsusi olaraq məsələn Kanadadır, ABŞ-dır. Hər 3 okeana çıxışı var. Ona görə bir doğru olacaq. Harada bir varsa baxın. Məsələn, S ilə D-nin arasında qalmışıq biz. 2. Çayın su səviyyəsi ilə səviyyəsi arasında əlaqə tərs mütənasibdir. Xeyr, düz mütənasibdir. Ona görə 2 getdi. Avtomatik mənim cavabım C variantı. Amma yenə də Temza çayının səviyyəsi il boyu kəskin dəyişmir. Deməli, Temza çayının səviyyəsi il boyu kəskin. Çünki bəli, düz deyil, dəyişmir. Çünki mülayimin dənizində yerləşir. Doğru cavab 3-ü götürür. 4-ə də baxaq. Livingston şəlaləsinin yerləşdiyi çayın stoplayıcı hövzəsi 3 yarımkürədə yerləşir. Livingston yerləşir Kongo çayının üstündə. Kongo çayının ekvator xətti kəsir. Ekvator kəsirsə həm şimala, həm cənuba, ümumilikdə şərqə düşür. Doğru cavabımız olacaq C variantı. 8-ə baxırıq. Yenə bizdən doğru ifadəni istəyir. Doğru. Baxaq. Azərbaycan ərazisində çayları əsasən relyef vahidlərinə uyğun olan 3 qrupa bölünür. Xeyr, 3 qrupa bölünmür. Biz bunu 4 qrupa böləcəyik. Ona görə 1 olan harada varsa biz onları çıxırıq. Deməli, 1 olmaz, diye olmaz. Sonra palçıqlı sellər adi denominasiyon relyefə malik ərazilərdə müşahidə olunur. Doğrudur. Deməli, palçıqlı sellər Azərbaycanın nəzərdə tutursa, biz deyəcəyik ki, Qobustan Abşeronda, Ceyranşol Azinovda, bir də Naxçıvan ərazisində özünü göstərir. 3-ə baxaq. Böyük Qafqazın şimal-şərq yamacının çayları əsasən qar və buzlaq suları ilə qidalanır. Bu da doğrudur. Şimal-şərq yamacında olan çaylar Samurdu, Qusardı, Qudyaldı. Bunları götürə bilərik. Bizim doğru cavabımız 2 ilə 3-dürsə, tam cavabımız A-ya uyğundur, amma yenə 5-i yoxlayaq. Abşeron Qobustan çayları quruyan çaylardır. Bəli, quruyan çaylar, məsələn, Sitaldır, Sumqayıt çaydır, qolları qozludur, çığırdır, deməli, Pirsatdır. Bunlar həm uzunluğuna görə fərqlənirlər və başlandığı və töküldüyü ərazi Azərbaycan öz daxilində olacaq. Bu səbəblə 5-ini doğru götürürük. Doğru cavabımız A variantı. 9. Uyğunluq gözlənilmişdir. Bizdən doğrunu istəyir. Adətən dərs keçəndə biz dəfələrlə bunu vurğulayıram ki, Yenikənd, çünki testdə bunu çox tez-tez verirlər. Yenikənd Şəmkir rayon ərazisində yerləşir. Tam burada ilə testə baxacaq da olacaq variantı götürəcəyik. Səhv olanlara baxaq. Arpacan Şahduzda yox, Şərurda yerləşəcək. Bəli, Varvara Samuqda yox, Samuq rayonunda yerləşmir. Sonra Viləş Lənkəranda yox, Masallı ərazisində olacaq. Sərsər Cəllaçında yox, Tərtər ərazisində olacaq. Mənim doğru cavabım olacaq D variantı. Ona baxaq. Afrika materikində yerləşən çay və göllər üçün səciyyəvi əlamətləri müəyyən edin. Deməli, Afrikada yerləşən çay və göllər. Həm estuari, həm də deltaya malik olan çaylar mövcuddur. Bəli, məsələn, Nil çayı deltadır. Estuaridə misal görsədə Kongo. Bu doğrudur. Sonra 2, 1 olan variantlara diqqət edin. Deməli, A ilə B-nin arasında. Ona görə 2-yə baxmaya heç ehtiyac yoxdur. Vaxt itirməmə şərti ilə. 3-ə baxaq. Viktoriya gölündə başlayan çay Hind okeanına tökülür. Xeyr.
Deməli, Viktoriya gölündən başlayan Nilin bir qoludur. Bu da töküləcək, deməli, Atlantik okeanına. Ona görə 3 olan variantı siləndə yerdə avtomatik qalır mənim A variantım. Yenə 4 ilə 5 yoxlayaq. Kariba su anbarının yerləşdiyi çayın mənsəbi Mozambikdə yerləşir. Kariba su anbarı yerləşir Zambezi çayında. Zambezi çayının həm mənbəyi, həm də mənsəbi cənub subekvatorial iqlim qurşağında yerləşir və deməli dekabr, yanvar, fevral, yəni yay aylarında bu usul olacaq. Deməli mənim də olacaq 1, 4, bir də 5-i də yoxlayaq. Aralıq dəniz iqlim tipinə hakim olan ərazilərdə çaylar qış aylarında bu usul olur. Əlbəttə ki, doğru variant A variantıdır. 11-ə baxırıq. Çayların qolları haqqında doğru ifadələri müəyyən edin. Doğrunu istəyirlər, diqqətli olaq. Nil çayının Mavi Nil qolunun mənbəyi Tana göldür. Düz deyil. Ağ Nil var, Mavi Nil var. Bir doğrudur. Bir olan variantlar D ilə E'dədir. Sonra biz ehtiyac yoxdur 2-yə baxmağa. 3 yoxlayaq. Mississippi çayı Ohio qolu Appalaj dağlarından başlayır. Doğru deyil. Ohio, Arkansas, Missouri bu kimi qollar var. Ohio da Appalajdan başlayır. Bunu deməli 1-3'ü götürmüşəmsə mənim cavabım Y variantı. Amma yenə altında yoxlayaq. Ankara çayı Baykal gölündən başlayır. Yenisey çayına tökülür. Bəli, bu da doğrudur. Doğru cavabım 1, 3, 6 olacaq. Əsasən bu tip məsələlərdə rəqəm verilənlər çıxdaş üsulundan daha tez məqsədə çatmaq mümkündür. Baxaq buna. 12. Eroziya bahisi eyni dəniz olan çayları müəyyən edir. Bu eroziya bahisi sözü çox uşaqları çaşdırır. Yəni mənsəb deməkdir. Mənsəb. Mənsəb başqa mənada çayın töküldüyü yer deməkdir. Baxaq görək bunlardan hansı eyni əraziyə tökülür. Don çayı Azova tökülür. Yazıram A. Oder çayı Baltika tökülür. Neva Baltika tökülür. Visla da Baltika tökülür. Oka ilə Kama, burada Okanı verib. Volga çayının qoludur. Poda Adriatika tökülür. Bizdə doğru cavab olacaq. Baltika tökülür. 2, 3, bir də 4. Görək. Doğru cavabımız B variantı olacaq. Deməli 13-cü sual. Sakit okyan, deməli sakit, Atlantik, Hind, Şimal buzlu okeanlara aid olan coğrafi obyektlərin müvafiq ardıcıllığını müəyyən edin. Sırayla, deməli, variantları yoxlayaq. Alyaska bəli sakit aiddir. Ligura dənizi, Aral dənizinin içində İtaliyanın yaxınlığında, bu da doğrudur, Atlantik aiddir. Sokotra Hind okeanına aiddir, bu da doğrudur. Viktoriya adası da Şimal buzlu okean, bəli, Viktoriya adası da demək Kanada arxipelagında yerləşir. Doğru cavabımız A variantı. Amma bu testdə 2 dənə doğru cavab var. B variantda doğrudur. Siyam körfəzi, Faldi yenə Atlantika aiddir. Andaman Hind aiddir. Vrangel də Rusiyanın üstündə, Rusiya dövlətinə aiddir. Bu 2 cavablı tapşırıqdır. 14. Xəritə sxemi əsasən doğru olmayan bəndi müəyyən edin. Doğru olmayan istəyir bizdə. Doğru olmayan bəndi müəyyən edin. Deməli, baxırıq 1, 3, 4 mülayim işıqlama qurşağında yerləşir. Baxaq bir hansıdır. Bu 1-dir. Bu 3'dür, bu da 4. Tutar ki biz heç bu çayların adını bilmirik. Amma bilirik ki bu Avropa qitəsini verir bizə. Deyir mülayim işıqlama qurşağı. Bəli, Avropa qitəsi mülayim işıqlama qurşağında yerləşir. Bu doğrudur. Eləmi? Bu doğru. Buna plus qoyulur. Bizə səhvlər lazımdır. Sonra 1, 3, 5. Baxaq hansıdır? 1, 3, bir də bu 5. Mənsəbləri mülayim dəniz iqlim tipində yerləşir. Bu səhvdir. Niyə? Çünki, bax bu 1 var ha. Mülayim dənizdə deyil. Bu ikisi mülayim dənizdədir, amma bu 1 olar. Priney yarımadasından keçən çay Aral dəniz iqlim tipində yerləşir. Ona görə deməli 2 səhvdir. Mən 2 səhvləri götürəcəm 2-ni. 3-ü yoxlayaq. 3, 4, 6 yerləşdiyi ərazi cavan platformada yerləşir. Bu 3-dür. 4-dür, bir də 6 deyir. Cavanda yerləşir. 3-dən 4 Almaniya Polşadır. Almaniya Polşa doğru deyir, cavandır. 6 isə cavan platforma deyil. Ona görə deməli səhv istəyirsə məndən 2 ilə 3-ü götürürəm. 2 ilə 3. Variantlarda da mənə kömək olacaq. Deməli 2 ilə 3-ü götürmüşəmsə, biri götürməmişəmsə doğru cavabım D variantı alacaq. Amma yenə gəlin bu 6-nı yoxlayaq. 6-nı yoxlayaq. Bizə deyir ki, daxili dənizə tökülür. 3, 4, 6 daxili dənizə tökülür. Deməli bu 3-dür, bu da 4-dür, bu da 6-dır. Deyir daxili dənizə. Baxırıq 3 daxili dənizə tökülmür, şimal dənizinə tökülür. Ona görə səhv budur. Şimal dənizi daxili dəniz hesab olunmaz. Cavabımız D variantı olacaq. 15-ci sual yenə bizə cədvəl veriblər, amma yenə şərtə diqqət edirik. Pozulduğu sıranı istəyir. Yaxşımı? Diqqətli olaq buna. Görək. Deməli, Qarda gölü. Qarda gölü İtaliyada yerləşir. Vulkanikdir. Xeyr, vulkanik deyil. Ona görə mən səhvlərin qarşısına çıxıb qoyuram. Yəni mən onları götürəcəm. 2-yə baxaq.
Sayma gölü İsveç'te buzlaq tektonikdir. Sayma gölü buzlaq tektonik, amma İsveç'te yox, Finlandiya. Sayma ilə İnari Finlandiyada yerləşir. Ona görə 1-2 səhvsə, deməli mənim artıq cavab mənə kömək edir. B variantıdır. 4-dən 5-i yoxlayaq, səbəb nədir? İstiqol gölü Tacikistanda yerləşir, tektonikdir. Xeyr, Tacikistan yox, Qırğızstanda yerləşir. Ona görə 4 səhvdir. Bir də 5-ə baxaq. Winnipeg gölü ABŞ-ın Kanadanın ərazisindədir. Ona görə 5-də səhvdir. Doğru cavab olacaq B variantı. Baxaq 16-cı tapşırığa. Doğru olmayan ifadəni müəyyən edir. Yenə bizdən doğru olmayanı istəyir. Son zamanlar ümumiyyətlə testin şərtlərində bax bu kimi şərtlər qoyulur. Ona görə buna diqqətli olaq. Qeyd edir 1. Beton örtüksüz fəaliyyət göstərən suvarma kanalları quru iqlim şəraitində şuranlaşmanın yaranmasına səbəb olur. Bu doğru deyir. Deməli, doğrudur. Mənə səhvlər lazımdır. Ona görə buna plus qoyuram. Getdi 2-yə. Bataqlar quru sayının 30%-dən çox hissəsi, xeyr, 30-11, ona görə çıx qoyuram. Deməli, 2 ilə götürməliyəm, birləri silirəm. Birləri silirəmsə, avtomatik 2-ni götürməliyəm. Baxın 3-ə. Skandinaviya dağında qar xətti mütləq hündürlüyü Alp dağlarından daha çoxdur. Xeyr, bu qütbə yaxındır, qədim dağlardır, daha alçaqdan keçir. Ona görə 2 də səhvdir. Mənim artıq bu ilə E-nin arasında qalmışam. 2 ilə 3. Bir də biz 4-ü yoxlayaq. Vaskudyan bataqlığı Orta Sibir yaylasında yerləşir. Vaskudyan bataqlığı dünyanın ən böyük bataqlığından biridir. Rusiyanın ərazisində yerləşir. Bizə burada baxın yaylaya diqqətli olun. Niyə bataqlıq yaylada bataqlıq olmaz? Yayla hündür yerdir. Biz bataqlıq ovalıqda axtaracağıq. Yaxşımı? Qərbi Sibir ovalığı versəydi doğru cavab olar. Deməli, mən də doğru cavabım, yəni səhvləri məndən istəyirsə 2, 3, 4 olacaq. 17-ci sual. 17 nə istəyir? Xəritə sxemə əsasən doğru obyektlərin adlarının düzgün verildiyi bəndi müəyyən edin. Mən elə bunu burada, məsələn bu 6 var, İtaliyadır bura, Skandinaviya yarımadasıdır. 6 olacaq Kola yarımadası. Kola yarımadası. Sonra bu 4 olacaq Ağdəniz. Ağdəniz. 3 olacaq, deməli, Baltik dənizinin Botnik körfəzi. Botnik. 2 olacaq Fin körfəzi. Botnik, Fin. 1 də olacaq Riga körfəzi. Riga. Sonra 8 Ladoga gölü. Ladoga gölü. Ümumiyyətlə burada 7 veriblər. Jutlandiya, Danimarka yerləşir. Jutlandiya yarımadasıdır. Bu 5 Skagerrak. Skagerrak. Böyründə Kattegat boğazda var. Skagerrak boğazı. Bizdən onu istəyir. Çox güman ki, bir dənə variantlara da baxaq. Variantlar dediyim variantlar. Doğru cavab burada A variantı olacaq. Sonra 18-ci suala baxırıq. 18. Titikaka, Tanganika gölləri üçün oxşar əlamətləri müəyyən edin. Baxın, Titikaka harada yerləşir? Titikaka Cənubi Amerikada Ant dağları ərazisində, hündürdə yerləşən göllərdən biridir. Tanganika isə tektonik qrabində Afrikada yerləşən göldür. Litosfer tavalarının oxşar istəyir. Litosfer tavalarının Konvergen sərhədində yerləşir. Bəli, Titikaka bəli, amma Tanganika yox. Ona görə oxşar deyil. Harada bir varsa biz bunlardan imtina edirik. Doğru deməli, 2-ni heç yoxlamamışıq, 2-ni onsuz da götürəcəyik. 3-ə baxaq, qrabində yerləşir. Tanganika qrabində yerləşir, amma Titikaka yox. Ona görə 3-lər getdi. Mənim artıq görürsünüz necə cavabı tez əldə elədik. 2, 4, 6, 4 yoxlayaq. 2 və ya daha da ölkənin arasında yerləşir. Bəli, Titikaka Peru ilə Boliviyanın sərhədində yerləşir. Tanganikada ümumiyyətlə Afrikanın bütün gölləri Tanrıdan başqa. Bütün gölləri sərhəddə yerləşir. Hətta onun bütün çayları da bir neçə ölkənin ərazisindən keçir. Ona görə 2, 4, 6 doğru cavab olacaq. 19-cu sual. Doğru ifadələri müəyyən edin. Bax, artıq bizdən doğrunu istəyir. Qara, Baltik, Azov dənizləri qış aylarında donmaya məruz qalır. Doğrudur. Doğru deyirsə, mən artıq biri götürürəm. Amudərya, Sırdərya çayları qış aylarında bol sudur. Xeyr, yalan deyir. Amudərya, Sırdərya çayları deməli, Arala tökülür. Pamir dağından, Tianşan dağlarından başlayır. Qarlı zirvədən başlayır. Daha doğrusu buzlu zirvədən başlayır. Buz nə vaxt əriyir? Yayda. Deməli, bunlar yayda buzlu olur. Ona görə harada 2 varsa, məndən düzü istəmiş deyil, mən 2 olanları silirəm. İndi biz baxırıq 3-ə. 3-ə. Parana çayı və bəzi qollar ağac axıdılmasına istifadə olunur. Bu da doğrudur. Deməli, 1-lə 3-ü mən götürmüşəmsə, A ilə D-nin arasında qalmışam. 5-ə 6-ya baxaq. 5. Volga, Don, Piçora, Salon çaylar qış aylarında donmaya məruz qalır. Salon çayı Cənub-Şərqi Asiyada Andamana tökülür. Deməli, bu çay heç vaxt muson rejimi dona bilməz. Ona görə, deməli, 5 səhvdir. Ona görə 5 səhvdir. Donmaya məruz qalmır. Doğrunu istəyir bizdən. Deməli, 5 səhvdir. Avtomatik mənim cavabım 1, 3, 6 olacaq. 6-nı yeni yoxlayaq. Sayma Venerin gölləri Miçiqan gölünün eyni iqlim qurşağında yerləşir. Bəli,
saymadır, linearındır, bittin, hamısı mülayim deyirlər. Ona görə doğru cavab 1, 3, 6. Yenə deyirəm, işləyəndə tez əsasən şərtə diqqətli olun. İstər səhv istəyir, yoxsa doğrunu istəyir. Yəni bu bizim balımızı apara bilər imtahanda. 20-ci suala baxaq. 20-ci sual məsələdir. Bizə deyir, A çayının orta meyilliliyi, bu şəkildə burada yaza bilim. A çayının orta meyilliliyi var, bu qədərdir. Çayın uzunluğu var, bu qədərdir. Sonra mənbəyində təzyiqi verib, mənsəbinin mütləq hündürlüyünü istəyir. Mən artıq burada meyilliliyi görmüşəmsə, meyilliliyi düsturunu bilirəm də. Meyillilik bərabərdir. Deməli, düşmə bölünsün uzunluq. Düşmə başqadır, hündürlük də deyə bilirik biz bunu. 2/5 bərabərdir. Mənim uzunluğum 680-dir. 680-dir. Düşməm x-dir. Deməli, burada tənasübət təsəvvürün burada 1-dir. 2/5 680-ə vuranda eləyəcək 1700. Bu mənim doğru cavabım 1700 deyil. Çünki məsələn davamı var. Sonra bu çayın başladı. Yəni başladı. Tutaq ki, bu çay buradan başlayır. Bu tök mənbələr. Mənbədə mənə təzyiq verir. 4400 mm civə sunu. 4400 mm civə sunu. Bu töküldüyü yer, biz də bilirik, çayın töküldüyü yer 0 metr olacaq okean səviyyəsində. Ona görə burada normal atmosfer təzyiq 760-dır. 440-la 760-ın arasında, deməli, 760-dan 440 çıxanda eləyir 320 təzyiqdir ha bu. İndi mən bu təzyiqi hündürlüyə çevirərəm, təsəvvür ona vururam. Və yaxud da şablon kimi belə verə bilərik. Əgər orada qarşılıqlı yaranmasın deyə də bunu bu şəkildə verə bilərəm. 10 metrə təzyiq 1 mm'dırsa, yəni millimetr civə 1 mm civə sütunudursa, 320 mm civə sütun neçə metr üçündür? Tənasübə verəndə mən bunu elə onu vuram 320 eləyir 3200. Bunu buradan tapmışam. Deməli, 3200 buradan bura qədər mənim hündürlüyüm oldu. Hündürlüyüm. Çayın da düşməsi 1700'dür. Deməli, burada 3200'dür buradan bura qədər. Burada 1700. 3200'dən 1700 çıxanda qaldığı yerdə 1500. Doğru cavab A variantı. Yerim olmadı olsun, bu şəkildə yazdım. Sonra 21'ə baxırıq. Uyğunluğu istəyir yenə cədvəldə. Yenə diqqətli olaq şərtə. Uyğunluğu istəyir bizdə. 21'də. Deyir ki, mənə Nil çayın səviyyəsi tənzimlənir. Bir dənə bura nəyə diqqət et? Burada doğruları tapmalı. Burada isə yanlış fikirlər axtarır. Ona görə biraz daha dəqiqlik tələb edən tapşırıqdır. Səviyyəsi tənzimlənir. Tənzimlənir deyirsə, yəni sizə son var. Doğru deyil, 1. Burada isə yanlış olanı. Deyir, həm mənbəyi, həm də mənsəbində, deməli, günəş zenitdə olur. Yalan deyir. Ona görə çıx. Deməli, mən burada 1'i götürəcəm. Doğruda doğrudur, yanlışda yanlış var. Sonra 2'yə baxaq. Volqa yerləşdiyi ölkənin sahili 3 okean sularına yuyulur. Bəli, Rusiya 3 okean sularına yuyulur. Buna plus qoydum. Düz. Yanlış olan görə bu yanlışsa götürəcəyik. Mənbəyi Mississippi çayının, mənsəbi isə eyni iqlim qurşağında yerləşmir. Deməli, bunu doğru deyir. Deməli, mənbəyi Volqa çayı mülayim iqlim qurşağında yerləşir. Mississippi çayının mənsəbi, yəni töküldüyü yer isə Meksika körfəzidir. O da subtropikdə yerləşir. Ona görə düz deyir. Bunu düz deyir, amma yanlış olan sırasındayıq. Ona görə biz 2'ni götürməyəcəyik. Gedirik, 1'i götürmüşüksə, variantlara da baxın, bu da bizə kömək olacaq. 1'i götürmüşüksə, 2'ləri silirik. Bizim daha rahat variant əldə eləməyimizi kömək eləyəcək. Biz 1'i götürmüş, avtomatik mənim cavabım 5-6 olacaq. Yenə yoxlayaq 5-6-nı. Kolumbiya, Yukon çayı eyni okean hövzəsinə aiddir. Bəli, ikisi saçlı okeana tökülür, plus. Baxa görə bu səhvdirsə götürülür. Dib eroziyasının təsiri nəticəsində yanlarda relief formasına rast gəlinmir. Xeyr, rast gəlinir. Çıx qoyuram. Yəni mən artıq səhvi götürürəm. Səhv buydu, gəlinir. Lena şimal buzlu okean hövzəsinə aiddir. Bəli, Laptevlər dənizinə tökülür. Delta yaradan çaydır. Bu da doğru. Mənsəbi Amur çayının mənsəbi ilə eyni okeanda yerləşir. Xeyr, Amur sakitə tökülür. Lena isə şimal buzlu. Bu səhvdir. Deməli, biz bu şərtimizi ödəyir. Doğru cavab B variantı. Çətin kimi görünür, amma çıxdaşla daha rahat daha tez əldə etdiyimiz tapşırıq oldu. 22. Uyğunluğu müəyyən edin deyir bizə. Eroziya bahisi okean səviyyəsində olsun. Bir də okean səviyyəsində aşağıda olsun. Okean səviyyəsində aşağıda olan, məsələn, Xəzər, çox vaxt testlərdə bunu verirlər. Okean səviyyəsindən yuxarıda, məsələn, Aral gölünü götürür. Aral. Deməli, Xəzərə tökülənlər bu ilə E. Deməli, 2'yə verirəm bu E. Sonra 1'ə görə nə verək? Aralar tökülür, Sırdəli, Amudəliyə, Sırdəli. Artıq Reyndi, Orinoco, bunlar okean səviyyəsində yerləşir. Bunlar isə heç birinə getməyəcək. 23'ə baxırıq.
Burada mənim doğru cavabım D variantı olacaq. 23. Amazon çayı üçün doğru olmayan, baxın diqqətli olun yenə, doğru olmayan demək səhv ifadəni istəyir bizdən. 23-də. Deməli, uzunluğu Ucayali, Maranyan çaylarının bir-birindən qovuşduğu ərazi hesabı. Bu doğrudur. Doğrudur. Mən bunu dairə eləyirəm, amma açıq onları götürəcəm. Deməli, səviyyəsi il boyu kəskin dəyişmir. Bu da doğrudur. Dəyişmir. Çünki Amazon çayı ekvatorialda yerləşir. Doğrudur. Götürmür. Bir nəçini götürməliyik. 3. Yalnız bir ölkənin ərazisindən axır. Xeyr, bir neçə ölkənin ərazisindən axır. Deməli, mən 3-ü götürəcəm. Hansına açıq qoymuşamsa onu götürəcəm. Sonra axdığı ərazidə kimyəvi aşma üstünlüyü təşkil edir. Düz deyir, ekvatorialda sıcaq yerdir. Bu səbəbdən bu da doğrudur, amma götürməyəcəm. Sonra 5. Yerləşdiyi materik mülayim muson iqlim tipinə rast gəlir. Xeyr, Cənubi Amerikada mülayim musonu yoxdur. Ona görə 5-i də götürəcəm. Bir də mənsəbində yerləşdiyi sayılar soyuq okean cəryanı. Xeyr, soyuq isti cəryanı. Mən doğru cavab olaraq səhv istəyirsə məndən götürürəm 3, 5, bir də 6. Keçdi 24-cü suala. Doğru ifadəni müəyyən edin. Düz istəyir məndən. 24-də düz istəyir məndən. Deməli, quraq iqlim şəraitinə, qoy bunu xüsusilə qeyd edeyim. Quraq iqlim şəraitinə malik olan ərazidən axan çaylar sel təhlükəsi mövcud deyil. Mövcuddur. Amma palçıqlı sellər. Yaxşımı? Amma var da palçıqlı. Məsələn, Azərbaycanda palçıqlı sellər Qobustan Abşeronda verərik, Ceylan Çolacınoğlu'da, bir də Naxçıvan düzlərində verə bilərik. Bizdən düzü istəyirsə, deməli bu bir səhvdir. 2-yə getdik. Victoria və Ontario göllərindən başlayan çaylar eyni okeana tökülür. Victoria'dan başlayan Nildir, tökülür Atlantik okeanına. Ontario göllərində başlayan, deməli, Ontario, Erie, bunlar bir-birindən, məsələn, Niagara çayı birləşdirir. Oradan da müqəddəs labirenti, bəli, Atlantik okeanına aid 2-ni götürürük. 3-də deyir, dünya okeanda formalaşan dalğalar həm endogen, həm də eksogen qüvvənin təsirindən yaranır. Bəli, endogen qüvvənin təsirindən tsunami ola bilir. Bu da 3. Deməli, doğru cavabım 2, 3. Baxaq bir dənə aralıq dənizində orta duzluğu, Oxot dənizində orta duzluğundan daha çoxdur, ola bilməz. Çünki Oxot dənizi qütbə yaxındır. Qütbə yaxın deyənə, burada buxarlanma azdır. Ona görə aralıq dənizi daha duzludur, nəinki Oxot dənizi. Deməli, 4-ü səhv verir, 4-ü götürməli. 5-ə baxaq. Şərqi Avropa çaylarının dərələri genişdir, cəmiyyətçilik üçün yararlıdır. Bəli, çünki düzənli, Şərqi Avropa düzənliyi, düzənli ərazidə axan çaylar hər zaman deyəndə iqlimdən asılı olaraq bol sulu da olmalıdır, gəmçilik üçün yararlıdır. 25-ci sualına istəyir bizdə. Eyni iqlim qurşağında yerləşən adalar müəyyən edin. Baxaq. Eyni iqlim qurşağında yerləşənlər. Aleut adası. Aleut adası mülayimə düşdü. Kuril adası, bu da mülayimə düşür. Shikoku'dur, Yaponiyanın adasıdır. Subtropik Shikoku küsü, cənubda olanlar deməli subtropikə düşür. İslandiya subarktika düşür. Sonra Devon yenə qütbə yaxındır. Qütbə yaxındır, bunu da vermirik. Deməli, bu da Arktika veririk. Newfoundland mülayimdədir. Doğru cavabım olacaq 1, deməli 1, 2, 6. Keçdik 26-cı suala. 26-cı sual məsələdir. Duzluqla bağlı olan məsələdir. Mənə deyir ki, orta duzluq. Bax, burada ortanı görürük. Okeanda orta duzluq nə qədərdir? Yəni, bir tonda 35 kiloqram düzdür. Bir də 35 kiloqram. 9 ton okean suyunu buxarlandıraq. Gəlin 9 ton su götürək oradan. Görə nə qədər duz olacaq? Tənasübə verənə. Tənasübə veririk. Bunu bu şəkildə veririk. 35-i vururuq 9-a, bir də vururuq x-a. 35 9-a vuranda edir mənim cavabım x bərabər 315. 315. Sən demə 9 ton suyu buxarla 315 kiloqram duz aldım. Bunu qoydum burağa. Sonra mənə deyir, qırmızı dənizdən neçə ton su əldə eləmək olar? Bax, bu qədər duz əldə eləmək üçün qırmızı dənizdən nə qədər su götürək? Biz də bilirik ki, qırmızı dəniz dünyanın ən duzlu dənizidir. 1 tonda 42 kiloqram duz varsa, görün mən 315 kiloqram duzu neçə tondan əldə edərəm? Adətən tənasibi quranda çalışın, baxın kiloqramı kiloqrama, tonu tonun altına yazaq ki, cavabımız doğru alınsın. Burada x da bərabər 315-i də 42-yə böləndə edir mənim cavabım 7,5. Sən demə 7,5 tonla mən 315 kiloqram duz əldə edə bilirəm. 27-ci sual. 27. Amur çayı verib mənə, bir də Amudərya çayı. Xatırladım ki, Amur çayı Çinlə Rusiyanın arasında sərhəd çayıdır, muson rejimidir, qışda donur. Suların əhəmiyyəti yoxdur. Amudəryadır, Sırdəryadır. Amudərya çayı Arala tökülür. Deməli, Pamir, Hindiquş dağlarından başlayırlar. Buzdan qidalanır, yayda bol su olurlar. Baxaq, variantları verək. Qidalanmasına qar və buzlar suları üstünlüyü təşkil edir. Verək.
İndi qeyd etdiyim kimi Amudaryaya. Sonra B. Suvarmada çox şey istifadə edilmir. Amuru verin. Amuru veririk. Çünki soğuk nisbətən soğuk ərazidir. Sonra mənsəbə su quruluşlarında yerləşir. Heç birinə aid deyil. Sonra mənbəyi orta qırışıqlı vilayətində yerləşir. Orta qırışıqlı deyil. Kimmerin, Yazızoyun Kimmersinə. Yenə verirəm D-ni bura. Amura verirəm. Gəldik sonra su toplayıcı hövzəsi düz radiasiyanın kəmiyyəti böyükdür. Yeni. Amudarya çayı Qızılqum Qaraqum səhraları arasından keçir. Buna görə də orada düz radiasiya olacaq. Keçdi situasiyaya. Mənə deyir ki, A dənizində günəş zenitdə olmur. Eyni zamanda yerləşdiyi ərazidə gecə və gündüz adi növbəş pozulmur. Pozulmur deyirsə, bu ya mülayim olur, mülayim. Ya da subtropik. Subtropik iqlim uşaqlığına. İkisindən biridir. Bu dəniz iki yarımkürədə yerləşir. Qəlbində yerləşən dənizlə həm boğaz, həm də kanal vasitəsilə əlaqəsi mövcuddur. Bu dənizin yerləşdiyi ərazi qədim platformada yerləşir. Bizə digər dənizlə birləşdirən boğazı qeyd edir deyənə, kanal və boğaz vasitəsilə birləşir. Bu olacaq məndə Baltik dənizi. Baltik. Skagerrak, Kattegat boğazları vasitəsilə birləşir Şimal dənizinə. 28 görə nə istəyir? 28-ə artıq Baltik dənizinin adını yazdıq. Bu dənizə tökülən, deməli çaylar istəyir məndən. Baxaq hansı çaylardır. Nevanı verək, Vislanı verək, Visla. Nemanı verək, Neman. Sonra Oder və yaxud da başqa adı Odra olur. Bunlar da getdik. 29-cu sual nə istəyir bizdən? A dənizinin ölkəmizə nəzən yerləşdiyi istiqamət. Baltik dənizi bilirik ki, bizdən şimal qərbdə yerləşir. Azimutdan versə 315 dərəcə azimut verərik. A dənizinin xəritəsinə ən az təhriflə tərtib edildiyi proyeksiya. Qütbə yaxın olan yerlər konspeksiyasına verir. Konspeksiyasına təhrifim olacaq mənim 42-67 arasında. Bu da bunun aralığında yerləşir. Ən qəşəng məsələn konusuna verə bilir. Konus. Keçdi sonuncu suala. Deməli, A dənizinə aid olan körfəzlər. Buna aid olan körfəzlər şimaldan cənuba verək Botnik, Fin, bir də Riga körfəzlərini veririk. Sonra A dənizi ilə eyni okean hövzəsinə aid olan daxili dənizləri istəyir. Ən az 2 nömrə xeylan verə bilərik. Məsələn, aralığı verək, yəni Atlantik okeana aid olsun. Aralığın içində Adriatik, Tirren, İtalyan böyük başındadır. Tirren, Ligura, İonik. Düşünürəm ki, bu test sizin üçün faydalı olacaq. İzləmədə qalın. İnşallah digər testlərin izahını verəcəm. Dinlədiyiniz üçün təşəkkürlər.